Bakının Nərimanov rayonunun Məmməd Arif və Aşıq Qərib küçələrində yaşamış 160-dan çox ailə evlərinin söküldüyünü, lakin buna görə təzminat almadıqlarını deyir. Sakinlər bildirirlər ki, Nərimanov rayon məhkəməsinin onların lehinə qərar çıxarmasına baxmayaraq, sözü gedən evlər ötən ilin iyulunda Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti tərəfindən sökülüb. Söküntüyə əsas kimi evlərin Nərimanov Böyükşor və Bakı sərnişin dəmir yolu xətlərinin mühafizə zolağında yerləşməsi göstərilib. Müxtəlif qurumlara müraciət etməyimizə baxmayaraq bizə heç bir kompensasiya ödəniş olunmadı. 10 aydır biz küçələrdə sərgərdan yaşayırıq. Bizim böyüyümüz, vitse-prezidentimiz, bizim Ali Baş Komandana artıq dərəcədə xahiş eləyirik. Bizim bu xahişimizi nəzərə alasınız, bizə kömək eləyəsiniz. Bizim 6 uşaq anasıyam. Dolanışığımız orada olub, yaşayışımız orada olub. İndi düzlərdə qalmışıq. Onun icbatından evimiz, eşiyimiz dağılıb. Bizdən çox xahiş ediyor cənab prezidentimiz. Bizə kömək edəsiniz. Bu işi siz şəxsən özünüz nəzarətə götürəsiniz və bizə kompensasiya ayırmağımıza kömək edəsiniz. Sizdən artıq dərəcədə xahiş edirik. Məmməd Arif küçəsi, Aşıq Qərib küçəsində yaşayan sakinlərdən biriyəm. 10 ay bundan qabaq evlərimizi sökdülər, bizə kompensasiya verilmədi. Azərbaycan Dəmir Yolları reportaj yayımlanana qədər sorğumuza cavab verməyib. Lakin qurumun İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev söküntünün baş verdiyi ərəfədə mətbuata bildirmişdi ki, ərazidəki evlər qatarların yavaş hərəkət etməsinə səbəb olur. Bakıda qanunsuz olduğu deyilən evlərin söküntüsü artıq bir neçə ildir gedir. Bu yaxınlarda Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunda çıxış edən İqtisadiyyat Naziri Mikayıl Cabbarov da bu evlərə amnistiya edilməyəcəyini bildirib. Bu cür evlərdə yaşayan sakinlər isə bir qayda olaraq evlərin qeydiyyat sənədlərinin olduğunu deyir.